Salam hörmətli izləyicilərimiz. Sizi Sabunçu rayonu Maşrağı qəsəbəsi Məmmədyarovun yaxınlığında, əsas yolun kənarında pod obyekt 2 mərtəbə və belə bir gözəl evimiz satışa çıxıb. Evimiz ümumilikdə 14 sotun içərisindədir. Ev böyükdür, evin içərisini sizə göstərəcəm. Və burada gördüyünüz kimi evin qarajıdır. Keçid edək indi evimizin içərisini sizə göstərəcəm. Həyətini çəkim inşallah. Evimiz bütün, yəni pəncərələri, raşotkalardandır. Dəmir darvazaları, evin qapıları. 2-ci mərtəbə orta təmirlidir. 1-ci mərtəbə isə tam təmirlidir. Və burada 2-ci mərtəbəsində eyvanlı xod da var. Yəni 1-ci mərtəbədən də var. Evin içərisində pləkan var. İndi hal-hazırda sizə həyətini çəkim. Yəni evin qabağında balkonu, yay balkonu. Evin arxasında bax toyuq cücə saxlanılır. Yəni evin arxasında bax yəni böyük ərazisi də var. Yəni gələcəkdə ağaclar əkmək üçün belə həyətində də növbənöv meyvə ağacları mövcuddur. Xurmasından tutmuş, heyvasından tutmuş, tut ağacına kimi var. İndi keçid edək. Yəni evlər böyükdür. Keçək evlərin içərisini sizə göstərim. Bax bunu da sizə evin içərisindən göstərəcəm. Bax buradan keçid edək evimizin. Bura 2-ci mərtəbəsidir. Bura 1-ci mərtəbəsində olan belə bir böyük qonaq otağıdır. 2-ci böyük qonaq otağı. İndi o birisi evin içərisini sizə göstərəcəm. Buradan keçid edək 2-ci mərtəbəsinə. 2-ci mərtəbəsində qalxdıqda gördüyünüz kimi belə bir böyük foye. Buradan belə bir gözəl, böyük foye. Buradan belə bir böyük qonaq otağı. Burada isə 3 geniş yataq otağı. Burada 1-ci yataq otağı. Evimiz var dediyim kimi orta təmirlidir. Demək olar bircə tək aboya ehtiyacı var, başqa heç bir şey. Yəni bütün işləri görülüb. Burada 2-ci yataq otağı. Bura isə 3-cü yataq otağı. Gördüyünüz kimi gönül böyük evdir. Evimiz ümumilikdə hardasa olar 600 kvadrat. Bəlkə də 600-dən çoxdur, azdır, amma ki böyük evdir. Onu dəqiq bilmirəm. Keçid edək inşallah evin 1-ci mərtəbəsini sizə göstərəcəm. Yenə dediyim kimi evimizin 1-ci mərtəbəsi tam təmirlidir. Evin 1-ci mərtəbəsindən buradan xodu da var, yəni hal-hazırda burada yaşamadıqları üçün, yəni bura bağlayıblar. Keçid edək həyətindən sizə 1-ci mərtəbəsini tam çəkib göstərəcəm. Dediyim kimi buradan daxil oluruq evimizin 1-ci mərtəbəsində olan gördüyünüz kimi belə bir gözəl, böyük qonaq otağı. Hardasa bir 100 nəfərlik qonaq otağıdır bura. Sağ tərəfdə yerləşir belə bir gözəl mətbəx. Evimizin mətbəxi stupoldan təchiz olunub. Mətbəx mebeli evdə qalacaq. Evimiz kuru qoşudaşla təchiz olunub. Evdə istilik sistemi kombidir. Bax, burada ayrı-ayrıcılıqda sanitar qovşaqdır. Gördüyünüz kimi böyük, geniş sanitar qovşaq. Burada isə sağ tərəfdə 1-ci yataq otağı. Dediyim kimi evdə istilik sistemli kombidir. Buradan 2-ci mərtəbəsinə qalxmaq üçün bəyaz sizə göstərdiyim kimi qapısı var. Yaşamadıqları üçün bağlıdır deyə. Burada isə 2-ci yataq otağı. Bura böyük yataq otağıdır. Yəni bölüb bunu 2 yataq otağı da eləmək mümkündür. Qiymət isə hörmətli izləyicilərimiz 180.000 manat deyilir. İnşallah oradan real alıcıya da endirim olacaq. Əlaqə nömrələrimiz isə səhifədə qeyd olunub. Yəni kimə bu ev maraqlıdırsa bizimlə əlaqə saxlaya bilər.